Hər vaxtınız xeyir olsun. Real İslahatın yeni mövsümdə ilk verilişində xoş gördük hər birinizi. Verilişi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Real Televiziyası ilə birlikdə təqdim edir. Bugünkü ilk verilişdəki mövzumuz son dövrlər müzakirələrdə əsas diqqət mərkəzində olan Azərbaycanın nəqliyyat logistika imkanları, bu sahədə görülən işlər və Azərbaycanın bu istiqamətdə beynəlxalq layihələrdə iştirakıdır və təsadüfi deyil ki, çəkilişimiz Azərbaycan Dəmir Yolları Muzeyində həyata keçiriləcək. Qonağımız isə mərkəzin şöbə müdürü, iqtisad elmləri doktoru Aqil Əsədovdur. Aqil müəllim, xoş gördük sizi. Salam, xoş gördük. Aqil müəllim, son dövrlər Azərbaycanda bu istiqamətdə çox mühüm real layihələr həyata keçirilir və iki mühüm layihə var haqqında danışılan, bu istiqamətdə görülən işlər. Bunlar tranzit daşımalarının təşviqidir, eləcə də Bakı və Bakı ətrafı ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. İstəyirəm bir qədər əvvəlcə məlumat verəsiniz ki, bu istiqamətdə hansı işlər görülüb, hansı layihələr həyata keçirilir? Çox sağ olun. Əvvəla onu qeyd edim ki, 2003-cü ildən ölkəmizdə bünövrəsi qoyulan proqram təminatda dövlət idarəetməsi uğurla bugün də davam etdirilir və sizin də adını çəkdiyiniz iki proqram, yəni Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması və tranzit daşımalarının təşviqi üzrə dövlət proqramı, bir də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bağlı dövlət proqramı həyata keçirilir. Adından göründüyü kimi hər ikisi Azərbaycan Respublikasının nəqliyyat tranzit potensialından istifadəyə, daha səmərəli istifadəyə yönəlmiş proqramlardır. Tranzit daşımalarla bağlı dövlət proqramının fəaliyyət planının əsas hədəfləri ölkəmizi gözləyən qarşıdakı proqnozlaşdırılan deməli yük axınlarının artımını daha səmərəli şəkildə reallaşdırmaqdan ibarətdir. Burada təbii ki, sərhəd buraxılış məntəqələrində işlərin daha da intensivləşdirilməsi, o cümlədən dənizlə gələn yüklərin dibdərinləşdirmə işləri vasitəsilə daha iri tutumlu gəmilərin qəbulu istiqamətində tədbirlərin həyata keçirilməsi kimi istiqamətləri əhatə edir. Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bağlı məsələlərdə isə hədəf megapolislərdə, Bakı şəhərində vətəndaş yönümlü şəhərə keçidi, avtomobil yönümlü şəhərdən vətəndaş yönümlü şəhərə keçidi təmin etməkdən ibarətdir. Tranzit daşımalarla bağlı bilirsiniz ki, hal-hazırda əsas yük axını orta dəhliz üzrədir və orta dəhliz üzrə qısaca bir statistikaya nəzər salsa, deməli 2024-cü ildə illik yük daşıma həcmi 4,5 milyon ton olubdur ki, 2025-ci ildə bunun 5,2 milyon tona çatması proqnozlaşdırılır. O cümlədən 2030-cu ilə qədər yük daşıma həcminin 11 milyon tona qədər artırılması nəzərdə tutulur. Konteyner daşımalarının 150 min deməli TEU-yə qədər artırılması nəzərdə tutulur və bütün bu artımlar tranzitlə bağlı Azərbaycanın nəqliyyat infrastrukturunun da sərhəd buraxılış məntəqələrində potensial imkanlarının gözlənilən axınlara adekvat olması, gözlənilən axınları çevik şəkildə qəbul edib yola salması baxımından uzlaşdırılması mahiyyəti daşıyır. Aqil müəllim, siz dediniz ki, artıq hədəflər müəyyən olunub, bu istiqamətdə gedilir. Hədəflərə nail olunması bizə nə verəcək? Təbii ki, hədəflərə nail olunması biz tranziti büdcənin əsas gəlir mənbələrindən birinə çevirə biləcəyik. İkinci tərəfdən dövlət başçısı dəfələrlə öz çıxışlarında belə bir çağırış edib ki, biz tranzit dəhlizlərə, beynəlxalq nəqliyyat dəhlizlərinə yalnız daşıma marşrutu kimi deyil, dəyər yaradan sənaye mərkəzləri kimi yanaşmalıyıq. Ona görə burada bu proqramın da hədəflərindən biri ondan ibarətdir ki, biz tranzit daşımaları yalnız elə yükü qəbul edib yola salmaq marşrutu kimi deyil, həm də bir dəyər yaradan, tranzit boyunca, dəhlizlər boyunca yerləşən regionların inkişafına dəstək verən bir prosesə çevirək. Əvvəla bu baxımdan önəmli olacaqdır. Tranzit daşımalar bildiyimiz kimi yük axınları həm ölkənin tanınılması baxımından, ölkənin əlavə gəlir əldə etməsi baxımından önəmlidir, xüsusi əhəmiyyət kəsb edir. Tranzit daşımalarını bizə verəcəyi başqa bir üstünlük ondan ibarətdir ki, yeni yüklərin ölkə ərazisindən keçməsi, həm də Azərbaycanın beynəlxalq daşıyıcılar tərəfindən tanınması gələcəkdə Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir. Yəni, dediyimiz beynəlxalq nəqliyyat dəhlizləri yalnız tranzit daşımalar üçün deyil, Azərbaycanın özünün qlobal məkana inteqrasiyası, qlobal bazara çıxış imkanlarını daha da genişləndirəcəkdir.
vacib əhəmiyyəti bundan ibarət. Aqil müəllim, hər iki layihənin monitorinq və qiymətləndirilməsini bizim mərkəz həyata keçirir. İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi. Bu qiymətləndirmə prosesində, monitorinq prosesində hansı göstəricilər var? İstəyirəm bir qədər bu barədə məlumat verəsiniz və mərkəzin əməkdaşları da bir qədər öncə nəqliyyat, logistika imkanlarının yerində, görülən işlərlə bağlı yerində tanış olmaq üçün Bakı, eləcə də ətraf ərazilərdə, limanlarda oldular, nəqliyyat infrastruktur layihələrinin reallaşdırıldığı müəssisələrdə oldular. İstəyirəm əvvəlcə bir monitorinq prosesi barədə məlumat verəsiniz, daha sonra səfərə nəzər salaq. Bəli, sizin də qeyd etdiyiniz kimi, deməli, bir neçə dövlət proqramının, təxminən 17-yə yaxın səhv eləmirəmsə dövlət proqramının, o cümlədən tranzit daşımalarla bağlı və Bakı şəhəri ətraf ərazilərin nəqliyyat infrastrukturuyla bağlı proqramların monitorinqi İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi tərəfindən həyata keçirilir. Bu, deməli, monitorinq təcrübəsində icraçı qurumların təqdim etdiyi, görülən işlərlə bağlı təqdim etdiyi deməli, məlumatlar əsasında, o cümlədən o məlumatları təsdiq edən, təsdiq edici sənədlər əsasında monitorinq aparılırdı. Amma artıq keçən ildən etibarən görülən işlərin yerində monitorinqindən bağlı bir deməli dəyərləndirmə fəaliyyət həyata keçirilir. Əlbəttə, burada monitorinqin mahiyyəti həm görülən işlərin dəyərləndirilməsi, həm də məqsəd, əsas məqsəd qarşıya qoyulmuş hədəflərə daha tez və çevik nail ola bilməyimiz üçün hansı çətinliklər var, onu real şəklində yerində görmək. Bəli, mərkəzin adından da göründüyü kimi kommunikasiyanı, koordinasiyanı gücləndirərək o çətinlikləri daha tez aradan qaldırmaq, daha tez o deməli məqsədlərə nail olmasına şərait yaratmaqdan ibarətdir. Ona görə sizin də qeyd etdiyiniz kimi, deməli 29 sentyabr, 6 oktyabr tarixlərində Cənab Baş nazirin göstərişi əsasında İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin əməkdaşları məntəqələrdə, hansı ki proqramda nəzərdə tutulur sərhəd buraxılış məntəqələrində sərhəd buraxılış proseslərinin çevikləşdirilməsi, sonra son dövrlər sərhəd buraxılış məntəqələrində tam deyilən ticarətin asanlaşdırılması mərkəzləri yaradılıbdır ki, yüklərin sənədləşdirilməsi orada həyata keçirilir. Proqramda, dövlət proqramında nələr qoyulubsa, o istiqamətdə baxışlar həyata keçirilmişdir. Burada prosedur necədir? Bu proqramın monitorinqi ümumiyyətlə belədir. İndikativ planlaşdırma aparılır. İcraçı qurum yazıb verir ki, məsələn, bu il bu işləri yerinə yetirəcəm. Bizim də məqsədimiz o indikativ planlaşdırmada göstərilən hədəflərə nə dərəcədə nail olunubdur, o məsələləri yerində müşahidə aparmaq, monitorinq etmək ki, həm görülən işlərin çevik koordinasiyası baxımından, həm də eyni zamanda proqramların da hədəfində olduğu kimi daşımaların daha intensiv, daha asan şəkildə həyata keçirilməsindən ibarətdir. Bayaq da qeyd etdik biz, tranzit daşımalar, daşıyıcılar həm yük daşıyan bir tərəf olaraq ölkəyə gəlir gətirir, həm də eyni zamanda digər ölkələrdə, digər daşıyıcı şirkətlər arasında ölkəni təqdim edir. O baxımdan bu tranzit daşımalarla bağlı fəaliyyət planında da əsas hədəf Azərbaycan sərhədlərinin keçidin asanlaşdırılması. Siz sərhədlərdə də oldunuz səfər zamanı. Deməli, həm şimal qapısında, həm cənub qapısında, həm qərbdə, bütün quru sərhəd keçid məntəqələrində, dəmir yol sərhəd keçid məntəqələrində, o cümlədən limanlarda, yenə deyirəm, hansı ki proqramda qoyulubdur ki, burada hansı işlər görüləcəkdir, o işlər adı keçən bütün məntəqələrdə demək olar ki, biz ezamiyə müddətində olduq, yerində müşahidələr apardıq və yerində müşahidələrin... Nə deyirlər nəticə olaraq? Bəli, nəticə odur ki, əsas nəticə odur ki, ürək açan nəticə odur ki, uzun illər öncədən hələ dövlət başçısının dediyi, səsləndirdiyi tranzit daşımalarla bağlı axın göz qabağındadır. Amma eyni zamanda təbii ki, bu belədir ki, dünya gündən dəyişir, rəqəmsallaşır. Bu axını qarşılamaq üçün, bu axını daha çevik şəkildə yola sala bilmək üçün təbii ki, sərhəd keçid məntəqələrində də davamlı infrastruktur təkmilləşdirilməsinə, yeri gələndə əməkdaş sayının artırılmasına, rəqəmsallaşma ilə bağlı addımların atılmasına ehtiyac duyulur. Bu elə bir şeydir ki, yəni 10 gün sonra da, 10 il sonra da buna ehtiyac duyulacaqdır. Çünki sərhəd buraxılış məntəqələri bir ölkəyə aid deyil də, burada iki tərəf var ən azından. Qarşı tərəflə sinxronlaşdırma olduqca önəmlidir. Əgər qarşı tərəfdə hər hansı bir rəqəmsallaşma ilə bağlı bir addım atılırsa, təbii ki, o hər iki tərəfdə olmayanda lazımi effekti vermir. Bax, bu baxımdan da həm infrastruktur təminatıdır, həm deməli, rəqəmsallaşma ilə bağlıdır. Mövcud müasir vəziyyətdə artıq süni intellektin tətbiqindən bağlı məsələlərdir ki, bunlar sərhəd buraxılış məntəqələrində yük axınlarının daha yaxşı qarşılanması,
hazırlanıb yola salması, sərhəd buraxılış məntəqələrinin yük aşırma qabiliyyətinin artırılması baxımından vacib məsələlərdir və biz o yük axınlarını gördükdə əlbəttə bir daha qeyd edirəm, bu sevindiricidir ki, artıq Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışı öz bəhrəsini verməkdədir. Amma təbii ki, bu yük axınları elə adı çəkilən proqramda da qeyd olunduğu kimi müvafiq təkmilləşdirici addımların atılmasını da zəruri edir. Aqil müəllim, 2026-cı ildə artıq layihənin icrası yekunlaşacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həm də bir beyin mərkəzi olaraq fəaliyyət göstərir və burada iqtisadi siyasətə dəstək olaraq sözsüz ki, müəyyən proqnozlar, sonrakı dövr üçün layihələr, görüləcək işlər artıq hazırlanıb, yaxud da hazırlanır. Bu istiqamətdə hansısa bir layihələrimiz varmı artıq? Zənur xanım, deməli, tranzit daşımalarla bağlı fəaliyyət planı 2024-26-cı illəri əhatə edir. O cümlədən nəqliyyatla bağlı Bakı şəhər və ətraf əraziləri deməli, infrastruktur təminatının təkmilləşdirilməsi bu da 25-30-cu illəri əhatə edir. Əsas bu proqramlar bildiyimiz kimi Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən doğur. Yəni, oradakı 5 prioritet dövlət başçısı tərəfindən qoyulubdur. O prioritetlərin reallaşmasına xidmət edir bu proqramlar. O cümlədən tranzit daşımalarla bağlı proqramın qəbulunda da Azərbaycan 2022-2026-cı illərin sosial-iqtisadi inkişaf strategiyası var. O strategiyadan doğan bir proqramdır. Və məlum olduğu kimi Azərbaycan inkişafından bağlı strategiya, plan 27-30-cu illər üçün də artıq hazırlanır. Eyni zamanda bizim əvvəl də qeyd etdiyimiz kimi tranzit daşımalarla bağlı yük axınlarının artacağı proqnozları təbii ki, bu məsələyə gələcəkdə də daha təkmil şəkildə, daha detallı şəkildə proqram təminatlı baxmağa əsas yaradır. Ona görə hesab edirəm ki, deməli, tranzit daşımalarla bağlı, o cümlədən infrastruktur təminatla bağlı məsələlər nə qədər ki, yük axınları artacaqdır, o qədər də davam edəcəkdir. Bu, həm strategiyadan irəli gəlir, həm də eyni zamanda real vəziyyət bunu belə deyək də zəruri edir. Aqil müəllim, sizin elə sözünüzün davamı olaraq mən bildirmək istəyirəm ki, Azərbaycan tranzit beynəlxalq nəqliyyat layihələrində iştirak edir və təbii ki, bu tək Azərbaycanın həyata keçirdiyi bir layihə deyil. Digər qonşu dövlətlər, digər dövlətlərlə birlikdə bu iş həyata keçirilir. Bəs bizim mərkəz, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi koordinasiya, kommunikasiya işləri baxımından, məlumatlandırma, maarifləndirmə işləri baxımından hansı işləri görür? Zənur xanım, çox düzgün qeyd edildiniz. Əvvəla bu nəqliyyat dəhlizləri ki var, burada dəhliz üzərində bir ölkənin və yaxud da bir neçə sərhəd keçid məntəqəsinin müasirləşdirilməsi dəhlizin tam potensialının reallaşdırılmasına imkan vermir. Gərək bu proseslər dəhliz boyunca geçsin. Bu həm praktiki olaraq, hansı ki, Azərbaycan dövləti bu məsələdə də öndədir, lokomotivdir, həm gömrük istiqamətində rəqəmsal gömrük ilə bağlı addımlar atılır. Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən əsas icraçı qurum olaraq orta dəhliz boyunca dövlətlər arasında mütəmadi görüşlər keçirilir, təkmilləşdirici addımlar atılır, qərarlar qəbul edilir. Amma burada bir məsələ də həm eyni zamanda sizin də qeyd etdiyiniz kimi maarifləndirmə məsələsidir. Maarifləndirmə həm belədir ki, dəhlizin potensialının təbliği, eyni zamanda dəhlizin yük cəlbediciliyinin artırılması və o cümlədən bu yük cəlbediciliyin qarşılığında yarana biləcək, belə deyək də, ləngidici darboğaz hissələrin, problemlərin aradan qaldırılması. Bu istiqamətdə əlbəttə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müxtəlif dövrlərdə, müxtəlif deməli, maarifləndirici nəşrlər çap edir. Tranzit ixracı ilə bağlı, tranzitlə bağlı yaxın zamanlarda bir icmal çap edilmişdi ki, mərkəzin buraxdığı digər, nəşr etdiyi digər icmalların bir tərkib hissəsi davam olaraqdır və onu da qeyd edim ki, həm də davamlı olacaq. Bəli, onu da qeyd edim ki, bu artıq ötən il nəqliyyat icmalı idi, bu illəri tranzit icmalıdır və qarşıdakı dövrdə də ənənəvi olaraq bunun davam etdirilməsi nəzərdə tutulur. Hansı məlumatlar tranzit icmalında? Tranzit icmalında Azərbaycan bu günləri şərq, qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Amma Azərbaycan bu günləri yalnız o dediyimiz dəhlizlər üzrə deyil, həm də eyni zamanda cənubdan qərbə, cənubdan şərqə daşınmaları da həyata keçir. Yəni Azərbaycanda biz statistik bazaya nəzər salsaq,
4 istiqamət üzrə də daşınmalar mövcuddur. Və bu daşınmalar həm regionda yaranan geosiyasi vəziyyətlə bağlı, həm eyni zamanda Azərbaycanın nəqliyyat infrastrukturunun müasir tələblərə daha çox uyğunluğu baxımından yük axınlarını cəlb edir və 4 istiqamət üzrə artıq bizim statistik nəticələrimiz mövcuddur. Və bu daşınmaların gələcəkdə də daha yaxşı həyata keçirə bilməsi üçün təbii ki, maarifləndirmə önəmlidir. Maarifləndirmə istiqamətində dediyimiz tranzit icmalına yanaşı mütəmadi olaraq müəyyən deməli ayrı-ayrı ölkələrin alimlərinin, xüsusilə də burada dediyimiz adı çəkilən layihələrlə, məsələn, bugün Azərbaycanın əsas yük axını istiqaməti orta dəhlizdir ki, Çindən, Qazaxıstandan, Xəzərdən, Azərbaycan üzərindən Avropaya çıxışı təmin edir. Orta dəhlizlə bağlı araşdırmalar aparılır. Orta dəhlizin mövcud potensial imkanları, reallıqlar, mövcud perspektivlər, yəni nələr edilməlidir ki, perspektivlər reallaşdırılsın. Bax, bu istiqamətdə nəşrlər var. Yeri gəlmişkən bizim orta dəhlizlə bağlı Avropanın nüfuzlu bir nəşriyyatında kitabımız çap olundu. İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin, Karekin İnstitutunun və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə əsasında təşəbbüs İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinindir. Amma deməli, dediyimiz tərəfdaş qurumlar da dəstək verdilər. 10 ölkədən Çin, Britaniya, Avstriya, Serbiya, Qazaxıstan, Türkiyə, o cümlədən doğma vətənimizdən Azərbaycandan 10 ölkədən 22 nəfər alimin iştirakı ilə Orta Dəhlizin mövcud vəziyyət və perspektivlər adlı bir belə deyək də müfəssəl bir nəşr ortaya qoyuldu və burada kifayət qədər də maraq doğurdu bu kitab. Biz artıq bir neçə ölkədə, Polşada, Macaristanda və bu yaxınlarda Brüsseldə kitabın təqdimatı olacaq. Yəni əsas maraq doğuran məqamları mən istəyirəm siz bir qədər də bizə izah edəsiniz. Çox doğru qeyd edirsiniz. Əvvəla kitabın əhəmiyyəti ondan ibarətdir ki, burada müxtəlif ölkələr və müxtəlif ölkələri təmsil edən ekspertlər olduğu üçün fərqli yanaşmalar var. Məsələn, tutaq ki, Çindən və yaxud da ki, Britaniyadan, Avstriyadan, Qazaxıstandan yanaşan tədqiqatçıların, alimlərin yanaşması mən deməzdim ki, belə deyək də, üst-üstə düşür tamamilə. Əlbəttə, dəhlizdir, daşımalar həyata keçirilir. Amma bir qism tədqiqatçılar orta dəhlizi həm də enerji dəhlizi kimi yanaşır. Bir qism tədqiqatçılar daha çox inteqrasiya dəhlizi kimi yanaşır. Bu kitabın önəmliyi oradadır ki, kitabda 8 fəsildən ibarət informasiyalar ayrı-ayrı fəsillər üzərində cəmləşdirilir. Və burada həm də eyni zamanda kitabda müəlliflər var ki, praktik olaraq limanlarda çalışıblar, müəyyən müddət təcrübələri var. Nəqliyyat dəhlizləri ilə bağlı ayrı-ayrı beynəlxalq təşkilatlarda çalışıblar, təcrübəli, həm praktikanı, həm nəzəriyyəni bilən tərəflərdir. Və bu baxımdan da kitab əlbəttə maraq doğurur və siz qeyd etdiyiniz kimi xarici ölkələrdə təqdimatı ilə yanaşı, eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycan universitetlərində də kifayət qədər maraq kəsb edibdir. Bir neçə universitetdə təqdimat olubdur. Yaxın zamanda, səhv etmirəmsə, noyabrın 4-də Bakı Slavyan Universitetində təqdimatı keçiriləcəkdir. Yəni, bunlar əslində həm artıq nəqliyyatın cənab prezidentin də dediyi kimi qeyri-neft sahəsinin əsas istiqaməti, onurğa sütun olduğunu göstərir və cəmiyyətin də, xüsusilə elmi camiyyə tərəfindən bunun qəbul edilməsi özü bir sevindiricidir ki, artıq cəmiyyət ona fokuslanmalıdır. Deyə bilərəmmi ki, Azərbaycanın investisiya imkanlarının genişləndirilməsi üçün həm də bir açardır? Əlbəttə deyə bilərik ki, biz qeyd etdik ki, nəqliyyat dəhlizləri ölkənin tanınmasında önəmlidir, tanınmasında rol oynayır. Nüfuzunun artmasına həmçinin. Ona görə də əlbəttə o ölkənin tanınması, ölkənin yalnız bir coğrafi məkan olaraq tanınması deyil, ölkənin potensial imkanlarının tanınmasıdır ki, bu da eyni zamanda əlbəttə həm investisiya cəlb edici baxımdan, həm eyni zamanda iş adamlarının marağını cəlb etmək baxımından önəmlidir. Və bir məsələni də qeyd etmək istərdim. Söhbət orta dəhlizdən gedirsə, biz Zəngəzur dəhlizindən danışmaya bilmərik. Zəngəzur dəhlizi orta dəhlizin potensial imkanlarını 12 milyon tona yaxın artırmaq imkanındadır, illik buraxıcılıq qabiliyyətini. Baxın, biz orta dəhlizdən, əsas yük axınından Çindən, Qazaxıstandan, Xəzərdən gəlirik Azərbaycana və Bakı-Tbilisi qaz vasitəsilə Gürcüstan, Türkiyə üzərindən Avropaya keçirik. Yəni, yük daşımalarını trayektoriyası nəzərdə tuturam. Zəngəzur dəhlizi isə bizə həm də alternativ olaraq, yəni yalnız Gürcüstan üzərindən deyil, həm də eyni zamanda Zəngəzur istiqamətindən, Naxçıvandan, Türkiyədən Avropaya çıxış imkanı verəcəkdir. Heç də təsadüfi deyil ki, Zəngəzur dəhlizi ilə bağlı
Zəngəzur dəhlizi reallaşandan sonra Naxçıvanı Azərbaycanın Avropaya açılan qapısı kimi təqdim edir bəzi mütəxəssislər. Zəngəzur dəhlizi üzərində də yeri gəlmişkən biz monitorinq edərkən orada da olduq. Tam sərhəddə qədər görülən işləri müşahidə etdik və çox sevindirici, ürək belə açan işlərdir ki, dağlarda inanılmaz tunellər inşa olunubdur dəmir yolunun düz hərəkət edə bilməsi üçün. O dönmələr hərəkət sürətini azaldır. Bilirsiniz də, nəqliyyat daşımalarında zaman önəmlidir. O sürət azalması olmasın deyə tunellər çəkilibdir. O cümlədən avtomobil yolu demək olar ki, yol örtüyü tamamilə hazırdır və 1-2 ay ərzində asfaltlanma işləri aparılacaqdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi bizim bayaq qeyd etdiyimiz o yük yaxınını daha da artırmağa, həm də eyni zamanda Azərbaycan üzərindən, həm Gürcüstandan, həm də yəni Bakı-Tbilisi-Qars istiqamətindən, həm də eyni zamanda Zəngəzur-Naxçıvan istiqamətindən yük aşırmağa imkan verəcəkdir ki, bu da ölkənin tranzit potensialından daha çox istifadə etməyə, ölkəni daha çox tanıtmağa və qonşuların işğalçılıq siyasəti əsasında erməni vandalizminə məruz qalmış ərazilərin daha potensial imkanlarının daha yaxşı reallaşdırılması, daha çevik tanıdılması baxımından hesab edirəm ki, yaxın gələcəkdə nəinki proqramda qoyulmuş hədəflərin daha yaxşı hədəflərə çatmağa əsas verəcəkdir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə yanaşı, vətəndaşların, Azərbaycanlıların sosial rifahının yüksəlməsi, iqtisadi təminatının yüksəlməsi deməkdir. Bu yolda görülən işlərdə həm bizim mərkəzə, həm sizə, həm də Azərbaycana uğurlar arzu edirik. Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Azərbaycan Dəmir Yolları Muzeyində çəkilən real islahatda Azərbaycanın nəqliyyat, logistika imkanları, beynəlxalq layihələrdə iştirakı və bu sahədə görülən işlərdən danışdıq. Yenidən görüşəcəyik. Salamat qalın.